Arıqlamaq üçün hansı məsləhətlidir? İynə, dərman, arıqlama çayları yoxsa kofelər? Xəbərlərdə görmüsünüzsə əgər, arıqlama çayları və kofeləri elm tərəfindən təsdiq olunmayıb, araşdırmalarda yeri yoxdur və tərkibinə qadağa olunmuş iştah kəsici maddə sibutramin daxil olduğuna görə, yəni bu artıq laborator olaraq təsdiq olunduğuna görə istifadəsi tamamilə yanlışdır, əks göstərişdir və biz bunu istifadə edərək orqanizmə ciddi geri dönməz dəyişikliklər, geri dönməz fəsadlar verə bilərik. Arıqlama preparatları, yəni çəki vermək üçün olan preparatlar iynə formasındadır, yəni inyeksiya formasındadır. Tabletlər yoxdur, mövcud deyildir və olan preparatlar ya xrom mineralından ibarət, ya da metformin törəmələridir ki, bunlar da çəki verdirici deyil, müəyyən qədər iştah azaldıcı xüsusiyyətə malikdir, amma tam effektivliyi sübut olunmamışdır. Buna görə də arıqlama iynəsi deyəndə qorxmaq, hürkmək lazım deyil. Sadəcə yalnız endokrinoloq təyinindən sonra pasientə özəl bu preparat, yəni hər hansı bir xəstəliklə və yaxud ağırlaşma ilə müşahidə oluna bilərmi? Həkim tərəfindən təyin olunduqdan sonra istifadə oluna bilər. Pasientlər tərəfindən aptekdən öz başına alınması və istifadəsi qadağandır və ciddi həyati fəsadlarının özünü göstərə bilər.